Marcus Aurelius'dan bir dərs kitabında belə bir cümlə keçir. Başqalarının səni necə görəcəyindən narahat olma. Öz içində doğru olanı et. İnsan başqalarının fikirləri ilə deyil, öz hərəkətləri ilə dəyər qazanır. Çevrəmizdəki insanların düşüncələri, qınaqları və gözləntiləri çox zaman bizi öz təsiri altına sala bilir. Onların gözündə necə görünəcəyimizi düşünərək qərarlar verə bilir və addımlarımızı buna görə ata bilirik. Yazıçının ifadə etdiyi bu bir cümlə bizə əsas önəmli olanın çöldən gələn səslər deyil, içimizdən gələn doğrular olduğunu bir daha xatırladır. Şuurumuz bizdən bir qərar verərkən başqalarının fikirlərini və münasibətlərini deyil, öz vicdanımızın səsini dinləməyi tələb edir. Bir şeyi unutmamalıyıq ki, uğurlu insan başqalarının fikirləri ilə deyil, öz düşüncələri və hərəkətləri ilə uğur qazanır. Bir şeyi də unutmamalıyıq ki, barmaq uclarımızla təkrarsız olduğumuz bu dünyada öz fikrimiz olmadan başqalarının təqlidi ilə yaşamaq, ölmək mənasız bir həyat deməkdir.